Assalamu aleykum əziz dinləyicilərim. Sizinlə söhbətə davam eləmək istəyirəm. Mən toylarımız barədə postlar paylaşmışdım və çoxlu kommentlər alıram. İndiyəcən alıram. İndiyəcən cəmaət yazır. Kimi iradını bildirir, kimi Allah ölənlərə rəhmət oxuyur ki, bu məsələni qaldırırsınız. Mən ona görə bu postlarla paylaşdım ki, hərə öz fikrini yazmasın. Bundan çıxış yolunu axtaraq tapaq. Biz necə bu adətlərimizi qoruya bilərik? Biz necə sivil şəkildə, indiki şadlıq evlərində ancaq öz adətlərimizdən toylarımızı eləyək? Bax, o barədə danışmaq istəyərdim. Misal üçün, Tahir Əmiraslanov bir dəyişiklik elədi, bir fırtına elədi toyunda. Şah olaraq plov toyun axırında yox, toyun əvvəlində gəlir və gələn kabablar, qaralar, hamısı aşın elə bil qarası kimi gəlirlər. Və o toyda deyirlər ki, bir dənə düyü də qalmamışdı. Hamısı yeyilib qutarmışdı. Yəni, hamı da doymuşdu. Yəni, toyun şahıdırsa, aş, axırda şah gəlmir, şah elə əvvəldən gəlir. Yəni, bu çox gözəl bir dəyişiklik idi. Buna əgər hamımız öz toyumuzda tərtib eləsək, bizim toyumuzda israfçılıq olmayacaq. Lazım olmayan julyenlərdir, nə bilim, nələrdir, salatlardır, cürbəcür kalbasalardır. Bunlar heç biri toyda olmayacaq. Yəni, hərə özündən başlasa, hərə özü bildiyi kimi, başa düşdüyü kimi öz toyun eləsə, elə bilirəm adətlərimizə qayıda bilərik. Sonra oradan musiqilərimizin bərbad halda olduğunu, orada da postlarda paylaşmışdım və onların çıxış yolunda demişdim. Kimə maraqlıdır, girib oxuya bilər, baxa bilər. Çox sağ olun, elə o barədə danışmaq istəyirdim ki, hərə özündən başlamalıdır. Biz heç kimə heç bir irad tutmuruq, heç kimə heç bir tövsiyə eləmirik, yəni ki, heç kimi məcbur eləyə bilmərik ki, sən toyu belə elə ya belə elə. Hərə öz istədiyi kimi eləyəcək, onsuz da intihası öz adətlərimizə qayıdaq. Xahiş edirəm sizdən, adətlərimizi əlimizdən verməyək. Biz başa düşmürük ki, bu təxribatın axırı yoxdur. Biz özümüzü itirəcək. Və sonra da evlatlarımız yox, nəvələrimiz bizə irad tutacaqlar ki, siz vaxtında